Salam hörmətli abituriyentlər. Bugün 9-cu siniflər üçün OTK imtahanının keçirdiyi buraxılış imtahan nömrə 2-nin suallarına və izahlarına baxacaq. İlk sualdan başlayaq. Hər kəsə uğurlar. Birinci sual üçbucaq sualdır. Üçbucaq üçün bizə şərtləri verib. Deyir ki, ABC üçbucağında AD bərabərdir CD-yə. Biz burada deməli AD tərəfi CD tərəfinə bərabərdir. Bu da BD tərəfinə. Bu tərəflər bərabərdir və CBD bucağı, CBD bucağı, bu bucağı bizə 25 dərəcə verib. Bizdən soruşduğu isə BAC bu bucaqdır. Birincisi, bərabər yanlı üç bucaq olduğu üçün burada 25 olar və üç bucağın daxil bucaqları 25-25 isə onda bu xarici bucağı ona qonşu olmayan iki daxil bucağın cəmi 50 olacaq. Və bu tərəfə baxan bu bucağa x desək, bu tərəfə baxan bu bucaqda x olacaq. Və bu üç bucaqdakı ABD üç bucağının üç daxil bucağının cəmi 180 olmalıdır. O zaman 2x plus 50 bərabərdir 180 yazsaz, 2x'in qiymətini 130, x'in də qiymətini 65 alarıq. Doğru cavabımız C variantı olacaq. 32-ci sualda A üstü n plus 2 üstlər o halda toplanır ki, eyni əsasdan vurulanda çıxılsın 81 A üstü n. Ortaq vuruq A üstü n çıxsa, qalar A kvadratı çıx 81 də 9-un kvadratı yazsaz, bu A üstü n vur, kvadratlar fərqi A çıx 9, bir də A plus 9 kimi göstərə bilərik. Yəni A üstü n vur, B variantı olacaq. Doğru cavabımız. 33-də tənasibin kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni kənar hədlər dediyimiz x plus 2 ilə 9-dur. 9 vurulsun x plus 2 bərabərdir 12 vurulsun 4x minus 5-ə. Hər tərəf 3x saralmışsa, burada 3, burada 4, vurub açsaq 3x plus 6 bərabər 16x çıx 20-yə. Bunu sağa keçirsəm 16x-dan 3x çıxılsa 13x, sağda 20 ilə 6 cəmlənsə 26. 13x 26-dırsa, x-in qiyməti 2. Doğru cavab B variantı olacaq. Növbəti 34-cü sualımıza baxaq. Deməli, burada verilən ilk 3 ifadə A plus B-nin mötərizə kvadratıdır. Plus 1. A plus B 8 olduğu üçün kvadratı 64, üzərinə də 1 gəlsək 65. Doğru cavab A variantı olacaq. 35-də alfa bucağı beta bucağına daxili, belə deyək də, və yaxud da ki, biz buna uyğun bucaqlar desək, burada ya alfa ya da beta olsa və bunu nəzərə alsaq, bu arada düşünək ki, alfa ilə qammanın cəmi 180-dir, çünki bunlar qonşu bucaqlardır. Biz burada betanın yerinə alfa düşünsək, onda 3 alfa plus 3 qamma olar ki, buradan da 3 ortaq vuruq çıxarsaq, alfa plus qamma alarıq. Alfa plus qamma 180 olduğu üçün 3-ü də 180-ə vursaq, 540 dərəcəni alarıq. Doğru cavab C variantı olar. 36-cı suala baxaq. OC şüası AOB bucağının təm bölənidir. AOB bucağının OC təm bölənidir. AOB-ni 140 verib bizə. O zaman bu bucaq 70, bu bucaq da 70 dərəcə olacaq. Bizə deyir ki, OD şüası da AOC-nin təm bölənidir. O zaman bu 70 2 bərabər hissəyə 35, 35-ə bölünər. Bizdən də COD bucağını soruşur. COD bucağı oldu 35 dərəcə. 37. A kubu 2-dir. A üstü 6-nı A kubunun kvadratı yazsaq, plus 6. A kubu 2 olduğu üçün 2-nin kvadratı plus 6. Yəni bu da 4 plus 6-nı, yəni bizə 10 verər. Doğru cavab A variantı olar. 38-də moduldan özü olduğu kimi çıxır, modulun daxili müsbət olsa. Moduldan əksi o halda çıxır ki, modulun daxilində verilən bu B mənfi olsa. Aşağıdakılardan hansıları mənfi ola bilməz anlayışı, ya 0 ya da müsbət olmalıdır. A müsbətdir, B mənfi də olsa kvadratı hər zaman müsbətdir, 1 hər zaman müsbət və yaxud 0-dır. Yəni bizdə mənfi ola bilməz deyirsə bu doğrudur. A çıx 2B deyir. A çıx 2B-də A müsbətdir, B mənfidir. Mənfi çıxılmaya dəyəndə artıq üstəgəl olacaq deyə 2-ni də götürməliyik. 1, 2. Doğru cavabımız A variantı olacaq. Təbii ki, B minus 2A da mənfi ədəddir. Çünki B mənfidir, A müsbətdir. Yəni, müsbətlə, mənfidən müsbət çıxsaq, mənfi olar. Doğru cavab 1, 2 olacaq. 38-də də.
39. 45% 90 olan ədədin 30%-ni tapın. 45% 90-dır. Bizdən ədədin 30%-ni soruşur. 30% x deyərik. Bu 2 misli burada durubsa 30-un da 2 misli cavab olar. Yəni doğru cavab 60. 40-cı sualda kvadratlar cəminin nəticə düsturuna görə bu 4a kvadratını mən 2a-nın kvadratı üstə gəl 9b kvadratında 3b-nin kvadratı kimi düşünsəm və bu ifadə 2a plus 3b'nin kvadratı çıx 2 vur 2a vur 3b kimi olar. Yəni bu ifadə 2a plus 3b'nin kvadratı çıx 2 2-nin 4, 4 üçün 12ab olar. Deməli 2a plus 3b'nin yerinə 14 düşünsək, kvadratı 196 çıxılsın 12ab bərabərdir 100. Buradan 12ab-ni 96 almış olarıq. Buradan da ab 96-nı 12-yə bölərəm. 96-nı da 12-yə bölsəm 8 alıram. Doğru cavabımız 40-da C olacaq. 41. Bu verilənə əsasən biz AB-ni açsaq 10A plus B bərabər 2A plus 5B-yə 2A-nı sola keçir 10A-dan çıx 8A. B-ni sahib 5B-dən B çıxsam 4B. Hər tərəfi 4-ə bölsən 2A bərabərdir B olar. Bu misalda B-nin yerinə 2A yazıb A-ya bölsəm A-lar ixtisar gedər. Doğru cavab B qalar 41-də. 42-də 0,4-3, 9-da 3, yəni 3-də 1-dir. 2-dən 3-də 1 çıxsam 1,3-də 2 alaram. Bu da 3-də 5-dir. 2-ni 3-də 5-ə bölmək 2-ni 5-də 3-ə vurmaqdır. Bu da 5-də 6 və yaxud 1,2 olar. Və bizdən 2 çıx 1,2-ni soruşur ki, doğru cavabda 10-da 8 verəcək. 43-cü sualda 9 üstü 9. Bu 9 üstü 9-dur. 9 3 üstü 2-dir. Bir də üstü 9 olduğu üçün 2 9-a vurulsa 3 üstü 18 vurulsun. 8 2 üstü 3-dür. Bir də üstü 3 olduğu üçün 2 üstü 9 vur. 16 2 üstü 4-dür. Bir də üstü 4 olduğu üçün 2 üstü 16 yazacağım. Məxrəcdə 32 2 üstü 5-dir. Bir də üstü 4 olduğu üçün 2 üstü 20 yazılacaq. 27 3 üstü 3-dür. Bir də üstündə 6 var. Onda bu da 3 üstü 18 olacaq. Və bu 3 üstü 18-ləri ixtisar aparsam 2 üstü 9-u 2 üstü 16-ya vuranda 2 üstü üstlər toplanar 25. Məxrəcdə də 2 üstü 20. Bunlar ixtisar getsə 2 üstü 5 qalar. 2 üstü 5 də bizə 32-ni verir. Doğru cavab E variantı. 44-də NA fərq B plus MB fərq A deyəndə biz bunları taparkən hər ikisində olanların üstündən xətt çəkəcək olar. Hər ikisində nə var? 3 hər ikisində var. 4 hər ikisində var. 5 hər ikisində var. A-da olub B-də olmayan bu 2 elementdir. B-də olub A-da olmayan da bu 2 elementdir. Bunların da cəmi 4 verəcək. 45. Katetləri 5-12 nisbətində olan düzbucaqlı 3 sayın. Düzbucaqlı 3 sayın katetləri 5-12 isə bura 5K, bura 12K. Pifagor teoreminə görə hipotenuz bunların kvadratları cəmi, yəni 25K kvadratı plus 144K kvadratı, bu da 169K kvadrat eləyər ki, bundan da kök 13K çıxar. Və bunların cəmi 30K eləyir ki, bu da perimetri verib bizə 90. O zaman K-nın qiymətini 3 alarıq. Bu 3 sayının hipotenuzu 13K-dır. 13-ü də 3-ə vurarıq. Cavabımız olar 39. Yəni doğru cavab B olacaq. 46. 10-da 5-dən böyük. 10 məxrəci 16. 10-da 5 2-də 1 və yaxud məxrəci 16-ya gətirsəm 16-da 8-dir. 16-da 8-dən böyük məxrəci 16 olan deyirsə 16-da 9-dur. 11-dir. İxtisar olunmayanlar 13 və 15-dir. Bu da 16-da bunların cəmi 24, bunların cəmi 24, 48 olar ki, bunda doğru cavabı bizə 3-ü verəcək. Ona görə burada da doğru cavabımız 3 olacaq. Növbəti, bərabər tərəfli 3 sayının təpə nöqtəsindən medianların keçdiyi nöqtə. Bərabər tərəfli 3 bıçaq çəksək, medianların keçdiyi nöqtədən bura qədər olan bu məsafə 6 kök üstüsə, onda medianlar 2-nin 1-ə nisbətində keçir deyə aşağıda 3 kök üstü, onda həmin o median 9 kök 3 olur. Və bərabər tərəfli 3 sayının tənbələrinin medianı hündürlüyü hər biri A kök 3 böl 2 düsturu ilə tapılırdı. Kök 3-ləri silah getsə A bölü 2 ixtisar üzü sinəm 9-a, A da 18-ə bərabər olar. Doğru cavabımız 18 olacaq.
48-ci sualda A, B-yə paralel olanda M hərfi kimi danışılır bu və deyilir ki, burada sağa baxan bu iki bucağın cəmi sola baxan bu bucağa bərabər olmalıdır. Yəni 70 plus x bərabərdir 100-ə. Buradan da x-in qiymətini 30 alarıq. X-in dərəcə ölçüsü 30 olacaq. 49-da deməli deyir ki, m plus k kubu. M nədir? X üstü 8. X üstü 8 üstəgəl k nədir? Dərəcəsi 4. X üstü 4-ün kubu da bizə x üstü 12 versin. N verilib. N x üstü 10'dur və bu 2-yə də isə x üstü 20 olacaq. Yaxud da ki, elə x üstü 10 yazaq. Çıx P. P də x üstü 6'dır. X üstü 6'nın kvadratı. Deməli uşaqlar, burada dərəcə x üstü 12 olacaq. Burada dərəcə x üstü deməli burada dərəcə x üstü 20 olacaq və vurarkən üstlər toplanacaq. Çoxalının dərəcəsi x üstü 32. Doğru cavabımız x üstü 32 olacaq. Növbəti sual, 50-ci sualda A-nın 3-ə nisbəti B-nin 5-ə nisbəti kimi verilibsə, onda A-ya 3K, B-yə də 5K deyəcəm. Nisbətin eyni olması üçün və burada nəzərə alsam 3K ilə 5K 8K bərabərdir 32-yə, K bərabərdir 4-ə. Bizdən B minus A-nı soruşur. B-yə 5K, A-ya da 3K dediyimiz üçün bunların fərqi 2K-dır. K-nın qiymət 4 olduğu üçün 2-ni 4-ə vurarıq. 8. Doğru cavabımız 8 olur. 51. 5 ədədinin tərsi. 5 ədədinin tərsi 5-də 1-dir. 5 ədədinin əksi mənfi 5-dir. Yəni 5-də 1 0 onda 2 çıx mənfi 5 plus 5-i verər. Bu da 5,2. Doğru cavab 5,2 olacaq. 52-ci sualda deməli ABC bərabər yanlı düzbucaqlı hissəsində ACB 90-dır. BD tənböləndir. Tənbölən bura x deyəcək, bu tərəf x olacaq və düzbucaqlı bərabər yanlı düzbucaqlı hipotenuzun katetin kök mislidir. CD-nin uzunluğunu bizə 8 verib, CD 8 olacaq. AD-nin uzunluğunu tapın. Baxın, ümumi uzunluq x-dırsa, 8-i buradadırsa, buralar x minus 8 və tənbölənin xassəsinə görə tənbölən qarşı tərəf digər iki tərəflə mütənsib sayı ayırır. Yəni x kök 2-nin x minus 8-ə nisbəti bərabərdir x-in 8-ə nisbəti deyəcəm. Və bizdən AD məsafəsini, yəni x minus 8-i soruşur. Baxın, biz burada bu ifadənin çarpaz vursaq, 8 vurulsun x kök 2 bərabər x vurulsun x minus 8 deyib. Buradan hər tərəfi x-a ixtisar aparsaq, 8 kök altda 2 bərabər x minus 8. Çünki tərəf 0 ola bilməz deyə, x 0 deyil deyə hər tərəfi x-a böldük. Və bizdən istənilən də elə AD məsafəsidir. O da x minus 8 daxı. Onu da necə tapdıq? 8 kök altda 2. Doğru cavab 8 kök altında 2 olacaq. 53-cü suala baxaq. Boş olmayan A və B çoxluqları üçün bizə bunu verib və bu ifadəni bir dənə K-ya bərabər eləsəm. Onda kəsişməsi 3K olar. B fərq A 8K olar. Və bunu Euler-Venn diaqramında göstərsək A və B. Kəsişmə ortada 3K-dır. B-də olub A-da olmayan 8K-dır. Və A-da olub B-də olmayan da K-dır. Və bunların birləşməsi 48. Hər üçünün cəmi, yəni 12K olar. 48. Onda buradan K-nın qiymətini 4 alaram. Bizdən kəsişməni soruşur. O da 3K olduğu üçün 3-ü 4-ə vursaq 12. Doğru cavabımız burada da 12 olacaq. 54-cü sualda deməli bu bucaqların alfaya biz 5K, betaya biz 4K, qammaya da biz 6K desək, bu hər üçünün cəmi 360 olmalıdır. Bunların cəmi 15K 360'dır. Bizdən qammanı soruşur. Yəni 6K-nı soruşur. Bunun hər tərəfini 5-ə bölsəm, bunu 5-ə bölsəm 3K, 360'ı 5-ə bölsəm 72. Bizdən 6K-nı soruşur deyə bunun hər tərəfini 2-yə vursaq, bu 6K, yəni qamma bərabər olar 144'ə. Bizdən də qammanı soruşurdu. Doğru cavabımız 144 olar. Və nəhayət 55-ci sualda deyir ki, Euler-Venn diaqramında vurğularını göstərin. Buradan x ortaq vurğu çıxarsaq, x kvadrat çıx 64, bu da x vurulsun, x minus 8, x plus 8'dir. Digərindən isə buradansa x kvadrat minus 2x minus 48'i vurğularını ayırsaq, x kvadratı çıx, cəm mənfi 2, hasili mənfi 48 eləyən ədədlər mənfi 8 və 6 olduğu üçün x minus 8x plus 6x minus 48 yazılır. Və ilk ikisindən x-i çıxarsaq, x minus 8 plus 6-nı çıxarsaq, x minus 8. Hər birində ortaq vuruq x minus 8 olduğu üçün qalar x plus 6.
Və Euler-Venn diaqramında göstəriləndə bu A çoxluğunda, bu da B çoxluğunda. Hər birində orta olan x-8 yazılar ortaya. A-da qalıb bir x-imiz, bir də x+8-imiz. B-də isə bir dənə x+6-mız qalıb. Bu da bu formada tapmış olur. Bu qədər. Hər kəsə uğurlar. İnşallah növbəti imtahanlarda görüşərik. Sağ olun.